Salam, hər birinizi xoş gördük. Dəyər nəşrlərinin 24 may tarixində keçirilmiş olduğu sınaq 8-dən 7-ci siniflərin sualları ilə tanış olaq. Listening yoxdur, şərhə listening yazın. Hazır olanda sizə bildiriş göndərəcəm. 56-da doğru cavab C variantı. 2050-ci ildə şəhərin nəyə bənzəməsindən söhbət gedirdi, əgər mətni oxumusunuzsa. Ona görə 56-da oldu C variantı. 57-yə baxaq. 57-də niyə şəhərdə çox trafik yox idi deyir. Deyir ki, çünki robotlar havada maşınları uçururdu. Yəni, belə deyək ki, maşınların çoxsu havada olduğu üçün yerdə trafik yox idi. Elə ona görə cavab D olacaq. 58-də deməli, küçələr indi full of parks and trees. Parklar və ağaclarla örtülüdür, doludur. Çünki binalar da bitkilərlə örtülmüşdür, deyir. Deməli, doğru cavab olur A variantı. 59-da bizdən turunu soruşur. A-ya baxırıq. İnsanlar deməli, görünüşü mənzərəni dəyişmək üçün bir tətbiq istifadə edə bilərlər, deyir. Mətndə belə bir söhbət vardı. 60-da tamamilə böyük olan giant sözü vardı. Doğru cavab giant. 61-də doğru cavab olacaq C variantı. Deməli, rənglərindən sonra binanın görünüşü dəyişdi deyərsən. Appearance mənası görünüş deməkdir. 62-də fame məşhurluq deməkdir. Popular də məşhurluq deməkdir. Doğru cavab B. 63. Intent niyyətində olmaq, confirm təsdiqləmək, qəzə toplamaq. Ona görə 63-də olur D variantı. Görək düz dedikmi? 1-ə B düz gələr, 2-yə A, 3-də C düzgündür. Misal üçün, qəzəni toplamaq olduğunu bilirsinizsə, C-də collect edə bilirsinizsə ki, asan sözdür, collection oradan gəlir. Bu şəkildə rahatlıqla tapa bilirsiniz. 64-də bizdən antonimi soruşur. Virtual, real elə yerindən məlumdur ki, doğru cavab olacaq A variantı. 65-də I went to the airport to see him. See of ifadəsini bilirsiniz. Yola salmaq anlamında burada of olacaqdır. Burada fərqli sözlər də gələ bilər. İndi siz hansını yazmışsınızsa ona görə baxmaq olar. Misal üçün, again yazan varsa, məna cəhətdən again də ola bilərdi. Açıq tipli sual olduğu üçün fərqli cavablar ola bilər. 66-da doğru cavab olacaq C variantı. Uşaqlar deməli, bilet üçün pul ödəməməlidir deyir. Son cümləyə baxırıq. Daha doğrusu sondan qabağa. Children under 5 years old can watch the movie for free. Pulsuz izləyə bilirlər, yəni pul ödəmirlər deyir. 66 C dedik. 67-də doğru cavab olacaq C variantı. Öz dəsmallarını gətirməlidir üzvlər. Baxın, remember to bring your own towel deyir. Öz dəsmalınızı gətirməyi unutmayın deyir. 68-də doğru cavab olacaq A variantı. Gələcək zamanı planlı bildiri üçün to be going to olar. 69-da doğru cavab olacaq C variantı. Çünki dəqiqlik bildirir, planlı gələcək var. O zaman davam edici ola bilirdi. 70-də hələ qərar verməmişəm deməli, nə etməyi, amma evdə qala bilərəm deyir. Məna baxımından 70-də olar B. 71-də doğru cavab olacaq A variantı. Planlı gələcək olduğu zaman davam edici və ya to be going to ola bilir. 72-də doğru cavab olacaq D variantı. 1 və 2. 73-də isə doğru cavab olacaq A variantı. Getdik 74-də. Deməli, 74-də olacaqdır 1-4 C variantı. 75-də isə deməli, qəfil qərarlar üçün biz future simple, yəni B-ni istifadə edirik. Belə əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.